vaxt özümə söz verdim ki, böyük yaxşı pul qazananda birinci nənəmi aparacam bazarlığa. Nə istəsə alacam ona. Pul gəldi, amma nənəmi gəlib görənmədim. Kətdə qalacam. Nətərən kətdə qalacam? Nə var burada? Bir dənə nənəmiz idi, o da öldü çıxdı, getdən burada nəyə qarsan? Qoduq. Mənə dəxli var, kimin nənəsi rəhmətə gedib, kim hara gedib, hə? Bir problem yoxdur ki. Yo, heç bir problem yoxdur, gedək. Hə, maldaşdırsan, hə, cındır. Mən Sami demişdim, ya. Özümə böyük bilmişdim. Xəbər yoxdur əlimdən, bilmirəm. Yığıram da, yazıram da, cavab vermir mənə. Xoş gəlmişsiniz. Seçim edin. İkinizdən biriniz ölməli. Qurban olma eləmə. At. At, qorxma. İxtiyar. Mən sabisi olmamışam. Eybi yox. O atmadı Faris. Mən atarım. Qorxdun. Hə? Qorxdun Faris. Hə, mən o qədər düşüncəsiz adamam. Dolu silah vereyim mən sizə. Tilə gözümdən. Xoş gəlmişsiniz. Hoş gördük. Necəsən? Yaxşıyam özüm, sən necəsən? Salam xanım, xoş gəlmişsiniz. Ayda salam ver də. Mən geyirəm. Az dəlisən, hara gedirsən? Padırqamız biraz utancaqlı deyəsən. Mənə demişdi sözümüz olacaq. Ay qız Raufdur da, dostumuzdur. Xanım, niyə bu qədər qorxursunuz ki? Mən nə edəcəm siz? Mən geyirəm. Qacan, ayıbdır, hara gedirsən? Bırax, qolumu gedirəm. Eybi yox. Bu qədər narahatsa burax getsin. İxtiyar! 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 O bir dəqiqə... Hadi. Sözünü de, nəyə baxırsan? Mən səni vurmayacağım. Nə qarajıdın be? Ona görə birinci qaçdın silaha. Mən silahı muxtara tutacaqdım. Ömür boyu bana belə saf bildin də məni. Beynimi doldurdun. Yadında saxla. Əvvəlki ixtiyar yoxdur da. İxtiyar, məndən sağ pislik gəlməz. Hə, bundan artıq nə pisdir? Hə, yaxşı, neyniyəsən indi? Hə, bilmirəm. Kəndə qayıdacam. Çöldə yatacam. Sağ nə? Nəyinə lazımdır? Eşidirsən, hə? Sən muxtarın inamını qazanıbsan. Muxtar səni belə buraxan deyil, ha? Hə, ondan mən qərarı verəm. Nə muxtar? Muxtar kimdir? Gəl tərslik eləmə.
Mən sənin xətrini doğrudan çox istəyirəm. Başa düşürəm, biz yaxşı iş görmürük. Hə, Amma nəsə qazanmaq üçün nəyisə itirmək lazımdır. nə qarım? Vicdanımı itireyim? Elə yox, ixtiyar! İxtiyar! Tərsdir daha bu. Gülnar. Hardasan sən? Xala, nə olar sabah danışaq da. Bu nədir? Özünü nədinə qoymusan? Xala, nə olar bilsən, sonra danışarıq da. Sonra yox, indi danışacağıq. Bu nə saçdır, bu nə geyimdir? Ümumiyyətlə, bu nə vaxtın gəlişidir gəlirsən? Sən nə eləmək istəyirsən? Cavab ver də, cavab ver. Kimlərə qoşulmusan? Heç kimə qoşulmamışam. Bəs telefonlarına niyə cavab vermirsən? İxtiyarla idim. Yalan danışma, ixtiyarın nənəsi rəhmətə gedib. Sən kimləndin? Hardaydın? Cavab ver. Ay qız, cavab ver mənə. Aç qapını. Gülnar. Dediğin elədim. Mən sənə hörmət elirdim. Hörmət. Hayır səndən. Hə, bir dəqiqə qulaq as, ixtiyar, söz deyirəm. Sən nə gəzirsən ha burada? Ne oldu? Ben niye yanımda öyle? Gördün? İnanmırdın bana. Əl çək məndən, əsəbiyəm, bu saat əsəbimi səndən çıxacağım. Ben boşum, çok sağ olun da bana. Sağ ol, Allah canını sağ eləsin. Qan elədi. Yok, bir danış da, bir danış görüm ne oldu da. Danışmaq istəmirəm mən işlə. Ay bala, bir hara gedirsən? Bir söhbət eləyək də. Sağolunu da dedin də, nə istəyirsən məndən? Mənim əziz qardaşım, mənim ürəyim. Mən sənə keçən dəfə də dedim ki, mənim məqsədim səni ayıltmaqdır.
Başa düşdük də. Nə varım, yenə sağ ol deyim. Onlar sözünü kəsməyəsən. Bax, təsəvvür elə ki, sən bildin, hər şey bildin, çıxdın getdin. Bəs bunun sonrasını fikirləşmirsən. Sonrası mənim nəyimə lazımdır? Nə olur olsun, poxu məndən uzaq olsun. Yox. Sən düz danışmırsan. Ədi, səndən də baş aşmıram. Bir düzənməli danış görüm, nə demək istəyirsən? Sözünün canı nədir? Mənim qardaşım, mən sənə dedim axı, mənim məqsədim səni ayatmaq idi. Amma əsas məqsəd o deyil. Nədir bə məqsədin? Tutaq ki, sən hər şeyi bildin, çıxdın getdin. Sağ ol, sağ-salam. Amma bu ilə qurtarmırıq hər şey. Sən olmayacaqsan, başqa bir dənə ixtiyar tapacaqlar. Tank o yana, tank bu yana. İşlədəcəklər. Nə kino çəkirsən, sən, nə danışırsan, beynimi nəyə dolursan yenə? Sən başa düşmürsən ki, ya, biz bu söhbətləri indi həll eləməsək, bu sonsuza kimi davam edəcək. Mənə nə edirsən bunu? Get polisə de də, mən nə qarım? Polisə? Hə, polisə. Manir. Yaxşı söhbət. Yəni ağıllısan da sən də. Mən polis də bilmirəm də. Getdi dedik polisə. Gəldi, yenə də Muxtarı götürdü, apardı. Muxtar 2 dəqiqənin içində eni oyun vuracaq ki, söhbətin içindən tərtəmiz çıxacaq. Ortada olan kim olacaq? Farizə. Farizi tutub aparacaqlar. Bu bizə sərf eləyir? Yox. Bizə lazımdır ki, bu söhbətdə həm Muxtarı tutsunlar, həm də buna mal gətirən adamı. Ümumiyyətlə, bu işin altında kim varsa, hamısı çökməlidir. Nə qarım mən? Hı? Daha belə danış, xoşum gəlsin səndən. Deməli, sənin birinci eləyəcəyin iş Farizlə münasibətləri düzəltməkdir. Tutaq ki, düzəltdim. Sonra? Sonra sən can sağ ol. Sonra nə lazım olacaq, mən sənə deyəcəm. Danış görək necə oldu. Heç nə. Silah qoy ortaya. Deyək ki, 200-dən biri öləcək. Silahı qoydu stola. Demişdin də səni yoxlayacaq. Səndə də olub. Amma bugün fikirləşdiklərini mən 2 gün qabaq fikirləşə bilirəm. Danış görüm, davam elə. Heç nə, mən də silahı qoydum ora. Çıxdım oradan. Silah da boş çıxdı. Orasını bilmirəm. Deməli, oyunun münasibəti daha yaxşı edib, onun daha çox güvənini qazanmaq lazımdır. Zeynal, belə şeylər mənlik deyil. Mənə çətin gəlir. Çətin olan bir işi başlamaqdır. Sən də başlamalısan. İnan mənə, mən də sənin yanındayım. Yəni, özü xilas eləməyə nə var? Əsas cəmiyyəti xilas eləməkdir. Hardasan Səhərdə? Sənlə nə ixtiyar deyirəm, Səhərdən hardasan? Öqə mən qalası oldum. Nətər yəni qalası oldum? Nə hoqqa verirsən, sən ixtiyar. Kənddə olanda deyirsən burada qalacam. Sonra 5 dəqiqə sonra gəlib deyirsən ki, gedək şəhərə, işim var, görüb qayıdacam. Gəlmirsən şəhərə, deyirsən ki, şəhərdə qalacam. Nə başa düşək? Sən nətərdir? Çoxdan da görmürəm, hə? Sizin əlinizdən vaxt tapıram ki, maraqlanım, görüm Həsən nətərdir. Söhbəti nə dəyişsən? Deyirəm, sənin Bakıda nə işin var? Kimə ilişmirsən? Qıza görə qalırsan, ha? Nə qız?
Dolamısan məni. Kənddən bura nəyə gəlmişdin? Hansı qıza görə gəlmişdin? Hə, mənim başım gedir ya. Görəsə yadıma düşürmü? Onu da çatmır. İxtiyar. Bir dəqiqə. İxtiyar, sən dərk edirsən ki, bizim bir-birimizdən başqa heç kimimiz qalmayıb. Qaqa, qadanlım. Narahat olma. Görürsən ki, indi də özümüzə gəlirik. Hər şeyi yoluna qoyacağam. Narahat deyiləm. Narahat deyiləm, İxtiyar. Mən niyə narahat olum ki? Sonra səhər gəlib qapını açarsan ki, bəruz quyruğum qapı arasında qalır. Qalmağa yerim yoxdur, mənə kömək elə. Mən niyə narahat olum ki? Yatın İxtiyar müəllim, yuxusuz qalmayın, gecdir. Yatın, yuxusuz qalmayın. Sağ ol. Gəl keç içəri oğlum. Salam, salam, salam. Sağ ol. Necəsən? Keyfin necədir? Nə bilmək, yaxşı olmağa çalışıram. Sən də görüm nə məsələdir, nə olub? Gülnara nəsə olub? Oğlum, elə ona görə çağırmışam səni. Nə məsələdir? Olar. İxtiyar. Allah rəhmət eləsin. Dünən çox gec idi. Yığıb narahat eləmək istəmədim.
Gece hardaydın? Gecə Gülnar. Bakı biraz fərqli yerdir. Ağlın kəndinə getməsin. Belə nətər deyilsə, buralar başqa cürədir də, əsaslı adamları, insanları. Mən də bilmirəm gecə nə olub, sən harda olubsan, nətər olub. Nəysə, çalış evə zada gec gəlmə. Solmaz xala sağa görə narahat olur. Elə mən özüm də eşitəndə narahat oldum. Asifi niyə qızardıqsan? nə bilim, dedim, bəlkə də, Bəlkə nə? bəlkə işlət. Gülnar, belə mənə düşmür, amma sana deyim ki, çalış, təbii qalasan. Əsas təbiilikdir. Belə şeylərin başını bırax. Özün kimi ol, yaxşı mı? Mən bilirəm, sən ağıllı qızsan. O səy-səy adamlara da qoşulma. Yaxşı? Yaxşı. Özümü qoru. İxtiyar, Ay, çox sağ ol. Neynirsən sən? Dəli olmusan? Keç otur maşına. Oturmuram. Keç otur maşına. Hə, nə var? Sözü də nə istəyirsən? Nərmin hardadır Aydan? Mən nə bilim, ay Rauf. Kərim mənimlə hər şeyi danışdı Aydan. Neyniyim? Nərmin hardadır? Bilmirəm. Mənə artist eləmə Aydan. Nərmin hardadır? Rauf, deyirəm ki, bilmirəm hardadır. İndi də mənim arxamca iş görürsən. Sən nə danışdığın fərqindəsən? Fərqindəyəm. Sən Nərminin arxaçıca iş görmürdün. Başın gedib ha deyəsən sənin. Aydan, mən sənin üçün hər yoldan keçən adam deyiləm ha. Başa düşdün məni? Elə mən də sənin üçün. Kimdir? Nərmindir? Nə Nərmin? Yox. İxtiyardır. Götür. Elə mən də işdim. alo, Hə, İxtiyar. Aydan görüşə bilərik. Hə. Çağır bura. Yerini de. Çağır bura. Yaxşı, mən indi sənə mesopolojen atarım. Gözləyirəm tezədən. Oldu. Sağ ol. Ged indi otur onunla danış. Nə söhbət eləmişsiniz, hamısını gəlib mənə bir-bir danışacaqsan. Başa düşdün? Başa düşdün məni? Qışqırma üstümə. Olar müəllim. Ya, Fərma evdə yoxdur. və Uşaqlara demişəm, tap gətirəcəklər. məlumat verməyə gəlmisən? Məlumat verincə tapıb gətirərdin də. Mən sizə pulu nəyə görə verirəm, hə? Hə? Müəllim, Kəsə! Kəs! Müəllim. Ev yox. Özüm taparam. Farif.
Bu gədəni də götür gəl mənim yanıma. Nətərsən? Yaxşı, sağ ol. Sən necəsən? Çay içirsən? Yox. Aydan mən əlimə zəh vurdum. Telefonumuz adı açmır. Səhər də getdim xəstəxanaya, dedilər yoxdur orada. Bilirəm. Yerini bilirsən, hə? Yox. Yəni, Nərmin yoxdur, çıxıb gedib. Nətər yəni yox? Yoxdur da. Aşışma. Hamını ağladıb, çıxıb gedib. Mən nətər Səndən pul almışdı o. Ha. Heç nə, sən o pulu unut. Ay qız, düzəlməli danış görüm, sən nə danışırsan? Heç nə də, səndən də, məndən də, hətta Raufdan belə 10 min alıb çıxıb gedib, yoxdur ortada. Elə şey olanmaz, nə danışırsan? Olub da. Aydan, Nərim elə adam da öyle. Mən də elə bilirdim elə adam deyil. Amma görünür ki, heç tanımamışam, eləymiş. İndi nətər olacaq? Bilməm. Alo. Hə, yaxşı. Aydan, mən getməliyəm. Nəsə bir xəbər zad olsa mənə deyərsən, yaxşı? Yaxşı, deyərəm. Salam xanım, necəsiz? Siz nə qarısınız burada? Hə, neynirəm? Mən dünənə görə sizdən üzr istəməyə gəlmişəm. Lazım deyil, çək. Məndən qorxmaq lazım deyil, narahat olmayın. Mən heç kimdən qorxmuram. Həm də mən sən dediyin qızlardan deyiləm. Mən bilmirdim orada oğlan olacaq. Qızlar mənə demiş ki, özümüz olacağıq. Başa düşürəm siz, amma mən istədim ki, mənim haqqımda pis şey fikirləşməyəsiniz. Mən pis adam deyiləm. Fikirləşmə, sağ ol. Bəs güllər? İstəmirəm, götürməyəcəm onu da. Numaralı fransız aksenti var bu. Daha da ehtiraslandırırsan sən. Haris. Zəng elə gör o gədə harda qaldı. Harda olsa gələrim. Bir də zəng burada. Bayaq yığmışdım axı sənin qabağını. Deyirəm zəng elə də söz güləşdirirsən mənlə. Gəldi. Gəlib çıxdın ixtiyar müəllim. Otur. Hə, gənclər. Fariz. Gənc sözü sənə yaraşmır. Sən... Nəsə. Bir nəfər var. Onu tapmaq lazımdır. Kimdir ki o bir nəfər? Nəyəvə lazımdır, kimdir? Nətər nəyəvə lazımdır? Biletdə gedib kimi gətiririk. Bəyəndin. Hoşuma gəldin, bax. Eşitdin Fariz? Bax, sən soruşmadın, kimdir o bir nəfər? Hardan tapaq? Mən soruşacaqdım. Nə var, Gedib tapıb gətirəndən sonra. Nəsə, adı Fərmandır. O da maaşına baxır.
mənim mallarımın arxasına keçmək istəyir. Amma bilmir də. Mənə yalan danışanı, mənə xəyanət edəni mən məhv eləyərəm. Məhv eləyərəm. Şəkili stolun üstündədir. Gedək. Obyektəsiz. Çay qoy qonaqlarımızla. Ha, xoş gəlmisiniz. Ha, gəlin də, utanmayın. Papa. Aycan oğlum. Gel gel. Ne isteğin vardı görüm. Ha çəkinmə. Mənə biraz pul lazımdır baba. Pul? Ha pul sənə qurbandır. Bu dəqiqə həll edirəm. Arkadaşlar, nə görə var olmayın da. Öpürəm sizi. Görüşərik. Yaxşısan dur. İhtiyar! İhtiyar! Yaxşısan? Sən bilmə, belə ki məntiqə sığınca bunlar əntiqə. Necə ki yanıyordu bir də atın rəngidə. Yatanda gecə gözləmək ki kimsə zəngidə. Soruşdun ki mən, tərkimə. Elə bir dünya var ki çoxdur bir quru ölümdə. Dilim nağıl dərin daxıl görən üçün zülümdür. Bu döngülər düyündür və yenə ad günümdür. Çünki mən dərd edən, olar da əvvəlki ağlımı susardım incə pərdədən. Qovuşdu xeyli əkiz fikir çıxdı fərqli kəllədən. Örüncə bir gözəl mina dağıtdım incə pərbədən. Sanki mən tərk edən, elə bir dünya var ki ağrılardı bərkidən. Elə bir dünya var ki əminlik böyükdü bərkədən. Elə bir dünya var ki lal kimi idi tərk edən. Mən bilən gəlmələr